İzləyicimizdən çox maraqlı bir şərh gəlib. Ona fikrimi bildirmək istəyirəm. Qardaş yazır ki, mən bir əməliyyata $200 qazanıram, 10 əməliyyatda hamısını itirirəm. Bu nəyə görə baş verir? İlk növbədə təşəkkür edirəm belə şərh yazdığına görə. Çünki hər adamda yəni o iradə yoxdur ki, yəni o belə deyək, uğursuzluğunu paylaşıb bir məsləhət alsın. Fikrim nədir? Əslində, yəni əksəriyyət treyderlərdə necə olur? Məsələn, 10 əməliyyata qazanır, bir əməliyyatda hamısını itirir. Bunun da səbəbi fərqlidir, amma mən məhz bu şərhə cavab vermək istəyirəm. Burada qardaş əgər bir əməliyyatda qazanırsa, 10 əməliyyatda itirirsə, demək ki, bu qardaşımız riskli hərəkətlər eləyir, riskli əməliyyatlar açır və aqressiv treyderdir. Yəni, riskləri artırır, nə balansı doğru istifadə edir, həm balansından böyük məbləğ götürür, həm də çiynləri artırır və onun qazandığı həmən o $200 əslində təsadüfi qazandığı məbləğdir və ondan sonraki məbləğlərdə sırf, yəni yenə deyirəm, böyük risklər aldığı üçün, yəni psixologiyası tab gətirmir. Burada necə baş verir? Demək, insan bir risk eləyir, təsadüfən onun əməliyyatı uğurlu olur, qazanır və növbəti əməliyyatlarda açdığı yenə də riskli əməliyyatların, yəni çiyini böyük istifadə elədiyi üçün xırda bir oynamalarda psixologiyası tab gətirmir. Mənim tövsiyəm nə ola bilər? İlk növbədə onu tövsiyə edirəm ki, biliyini bir balaca artırsın, giriş nöqtələrini doğru təyin eləməyə bacarsın. Giriş nöqtəsini təyin etməkdən əlavə də çıxdığı bölgəni və stop bölgəsini təyin eləməyə bacarmalıdır və ondan da yəni əlavə və əsas məsələ odur ki, balansından götürdüyü o məbləğ açdığı yəni əməliyyat üçün yəni doğru olmalıdır. Məsələn, elə bir məbləğ götürməlidir ki, qiymətin yuxarı-aşağı oynamalarda onun psixologiyası pozulmasın. Yəni, itirəcəyi məbləğ onu narahat etməməlidir. Və çiyini də, məsələn, əgər giriş nöqtəsini bilirsə, əgər stop məsafəsində elə bir yerə qoymalıdır ki, yəni biraz aralı qoyduğu üçün ola bilər ki, yəni marjasındandır, yəni az məbləğ götürəcəyi üçün qazanacağı məbləğ az ola bilər, amma əməliyyatda rahat otura biləcək, yəni əməliyyatı rahat daşıya biləcək və stop olarsa, yenə deyirəm, o qədər də psixologiyası pozulmayacaq, yəni qazancı da əslində az olacaq, amma yenə də hər halda buna alışsa, xırda-xırda az olmaq şərti ilə tutalım. 10 əməliyyatın 6-sı, 5-i, 7-si uğurlu olarsa, bu onun üçün daha faydalı olacaq. Yenə deyirəm, ümumiyyətlə əməliyyat açırsınızsa əgər, artıq bu işlə məşğul olursunuzsa, hər kəsə tövsiyə edirəm ki, bu işin yəni hər tərəfini öyrənsinlər. Təkcə yəni long short bilməklə və yaxud da ki, çiyinləri öyrənməklə bu işlə yəni uğur qazanmaq çətin məsələdir. Ona görə həm balansın istifadəsi, həm zərərdə və profitdə psixologiyanın idarə olunması və bir çox bunun yəni belə deyək də tərəfləri var. Bunların hamısını biləndən sonra, öyrənəndən sonra və təcrübə toplayandan sonra əməliyyat açmağınız daha doğrudur və ümumiyyətlə əməliyyat hələ də təcrübəniz azdırsa, o qədər də deyilsə, yəni xırda məbləğlərdən istifadə edin, ümumiyyətlə nə gəliri, nə məbləği düşünməyin, ancaq əməliyyatların uğurlu olmasına fikir verin. Yəni fikriniz ancaq buna yönəlsin. Hər birinizə uğurlar arzulayıram.